Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil fərəcəhum. Əziz izləyicilər, mən istəyirəm bugün Venezuelanın prezidenti Maduro'nun Amerika Birləşmiş Ştatları tərəfindən uğurlanmasına münasibət bildirən Cəmil Həsənlinin fikirlərini birlikdə təhlil edək. Əvvəlcə onu deyim ki, Cəmil Həsənli Azərbaycanda Milli Şuranın sədridir və eyni zamanda Azərbaycan xalqının başına corab hörən şəxslərdən biridir. Bunun haqqında müxtəlif siyasi koridorlarda müxtəlif fikirlər dolaşır. Bunu əksəriyyət bilir. Amma indiki vəziyyətdə bunun təmsil olduğu Milli Şura, deməli Milli Şuranın siyasi kursunu həm də Cəmil Həsənli təyin edir və eyni zamanda Azərbaycan xalqını xilas edəcəyi iddiasındadır. Xalqa demokratik dəyərləri gətirəcəyini və normal dövlət qurmaqda iddialı olan prezidentliyə bir dəfə namizəd olub. İddialı olan bir şəxsdir. Bunun üçün də düşündüm ki, bu adamın bu cür mövzularda münasibəti maraqlı olar və istədim birlikdə təhlil edək. İcazənizlə mən deməli bu Cəmil Həsənlinin səsləndirdiyi fikirləri əvvəlcədən birlikdə dinləyək, sonra lazım olan məqamlarda bəzi nöqtələrə vurğulayacağıq. Birlikdə dinləyək. Tək dostu yox, ürək dostu demək lazım. Çünki Maduro müəllim belə deyək də xüsusi Azərbaycana və İlham Əliyevə xüsusi simpatiyası olan adamdır. Bu zadla qoşulmayan ölkələrdən estafeti İlham Əliyevə vermişdi. 2 dəfə 19-22-ci illərdə Azərbaycana gəlmişdi və belə deyək də bir diktatorun sayı azaldı. Əziz izləyicilər, bu adam professordur və Maduro'nun uğurlanma məsələsini şərh eləyir. Mən istəyirəm ki, o nöqtələrə diqqət ayıraq ki, professor və ölkədə əsas müxalif siyasi təşkilata rəhbərlik edən ki, bunların iddiasıdır. Şəxsin məsələlərə münasibətini mən istəyirəm təqdim eləyək və məsələlər, insanlar hər şeyi daha yaxşı başa düşsünlər, anlasınlar. Bu Maduro'nun uğurlanmasına haqq qazandırır. Əvvəla ona görə ki, Azərbaycana gəlib gedib, ona görə ki, qoşulmama hərəkatında estafeti İlham Əliyevə verib. Yəni bunun hələ gətirdiyi argumentlər bax bu argumentlərdir. İndi siz özünüz fikirləşin. Bu argumentlə Amerikanın işğalçı davranışına haqq qazandırmağa cəhd edən Cəmil Həsənlini biz nə qədər milli insan kimi təqdim eləyə bilərik? Davamında biz daha ciddi deməli söhbətlərlə rastlaşacağıq. Buyurun. Mən hələ Ukrayna müharibəsindən əvvəl bir təhlil yazısı oxumuşdum. Orada çox maraqlı məqamlar var idi. Amerikanı daim gərginlikdə saxlamaqdan ötürü Ruslar Latin Amerikasında ordu saxlamaq kimi bir iddiaya düşmüşdülər. O ordunun saxlanacağı yerlərdən biri də Venezuela idi. Baxın, əziz izləyicilər, biraz da davam etsin. Karakoy'du, Kubeydi, belə bu yerlərdə. Yəni, Rusiya, Amerikanı Avropa işlərindən təcrid etmək və daim gərginlikdə saxlamaqdan ötürü bu proje hazırlanmışdı. Bilmirəm, bir neçə müddət əvvəl Clinton'la Putin'in yazışmaları açıqlandı. George Washington Universiteti yanında
Milli Təhlükəsizlik arxivində və orada Putin təklif eləyir ki, Clintona, siz Latın Amerika ilə məşğul olun. Avropanı buraxın bizim öhdəmizə. Biz Avropanı idarə edərik, biz Avropa ilə işləyərik və s. Yəni bu təhlükə kifayət qədər ciddi idi və bu yox. Baxın, əziz izləyicilər, görürsünüz ki, adam Maduro'nun uğurlanma məsələsinə haqq qazandırdığı əsaslardan biri də Amerika Birləşmiş Ştatlarının Cənubi Amerikada maraqlarının təhlükəyə düşməsi və yaxud da Rusiyanın orada qoşun saxlama planı kimi əsaslandırır. İndi özünüz vicdanla deyin, bu səbəb Maduro'nun uğurlanmasına deməli, məntiqli səbəbdirmi? Burada bu adam əslində Amerika Birləşmiş Ştatlarının bu və xüsusən Donald Trump'ın bu barbarcasına davranışını, bütün beynəlxalq hüququ ayaqlar altına atmasını və s. mövzuları gözdən uzaq eləyir, yəni görməzdən gəlir. Amma əsaslandırır ki, Rusiya Cənubi Amerikada Amerikanın əleyhinə silahlı qruplaşmalar hazırlayırdı və bu məsələdə də Maduro Venezuelada bu qoşun saxlayırdı və s. Bu əslində bu informasiyaların nə qədər dəqiq olması biz onu araşdırmırıq. Dəqiqdir, dəqiq deyil belə məlumatlar. Çünki bizim o çıxışımız hələ o qədər də geniş deyil, məhduddur. Amma hər halda bunun əsaslandırılması mənim üçün önəmlidir. Necə ola bilir ki, biz deməli Azərbaycanla bağlı bəzi hadisələr baş verəndə Cəmil Həsənli aləmə səs salır ki, bəs beynəlxalq hüquq belə getdi, beynəlxalq hüquq elə getdi və s. Bunları çığırır, bağırır. Amma Maduro'nun uğurlanma məsələsində çünki bu işi Amerika görüb, çünki bu barbarlığı Amerika görüb, çünki bu cinayəti, beynəlxalq cinayəti Amerika törədib, çünki beynəlxalq hüququ ayaqlar altına Amerika atıb. O zaman Cəmil Həsənli başlayır Amerikaya toz qondurmamağa, Trump'a, bütün dünya ictimaiyyəti Trump'ın necə əxlaqsız olduğu, Epstein sənədləri də ortadadır. Necə əxlaqsız biri olduğunu dünya deməli birliyi, dünya ictimaiyyəti açıq şəkildə böyüdən kiçiyə hamısı bilir və bu hadisənin də Amerika tərəfindən beynəlxalq hüququn pozulması kimi və eyni zamanda böyük bir işğalçı cinayət əməli kimi təqdim etdiyi bir zamanda Cəmil Həsənli nə düşüb ki, Cəmil Həsənli durur bu məsələni deməli Amerikanın maraqlarını müdafiə edərək Amerika Birləşmiş Ştatlarının şəxsən Donald Trump'ın deməli bu davranışına, bu cinayət əməlinə haqq qazandırır və bütün hallarda Maduro'nun deməli bu cür gəlib öz evində yatdığı bir yerdə bir müstəqil ölkənin müstəqil prezidentini uğurlanma halını hüquqi bir deməli məsələ kimi təqdim eləyir. Növbəti yerlərdə bu barədə danışır. Mən onlara qulaq asanda daha geniş şərh eləyəcək, bunu təhlil eləyəcək. Amma burada bir xüsusi məsələni qeyd etmək istəyirəm ki, Amerika Birləşmiş Ştatlarının və xüsusən Donald Trump'ın bu addımı daha çox nəyə hesablanmışdır? Mən hesab edirəm ki, bu günlər Amerika Birləşmiş Ştatlarında bilirsiniz ki, etiraz aksiyaları başlayıb. Orada bir deməli qadın öldürülüb polis tərəfindən, günahsız bir qadın öldürülüb. İnsanlar polisə qarşı artıq etiraza başlayıblar. Deməli, bu cür cinayət, barbarlıq hadisələri düşünürəm ki, Amerikada artıq bu adi hal alıb. Və xüsusən bu Donald Trump'ın deməli dövründə daha çox aktivləşir. Donald Trump məsələsi Amerikada özü bir ciddi skandala çevrilib və o əsasən onunla bağlıdır ki, Donald Trump'ın 90-cı illərdə Epstein hadisələri ki, bu barədə biz bir dəfə danışmışıq. Əgər maraqlanmaq istəsə bizim YouTube səhifəmizdə bu barədə video var. Oradan bu məsələnin, bu hadisənin detalları ilə maraqlana bilərlər. Bu hadisə artıq Amerikada Trump'ı deməli dalana sıxışdırıb.
Trump bu cür davranışlarla, məsəl üçün, əvvəl ümidi vardı ki, Trumpın gəlsin, deməli, Ukrayna-Rusiya savaşını dayandırsın və bunu öz xeyrinə çevirsin. O alınmadı. Çox, deməli, yaxşı oldu ki, alınmadı. Sonra özünü bir ara başladı sülh cəhətini kimi təqdim eləməyə, müəyyən süni şəkildə bəzi yerlərdə müəyyən müharibə şəraiti yaratdı. Sonra onu dayandırdı, güya bu sülh cəhətinidir. Amma biz bu günlər gördük ki, Trump Amerika Birləşmiş Ştatlarının hərbi büdcəsini 1 trilyon 500 milyarda qaldırmaqla bağlı təklif eləyib. Bu da böyük bir rəqəmdir və gələcəkdə böyük müharibələrə deməli girəcəyi ilə bağlı, daha doğrusu 2026-cı ildən söhbət gedir. 26-cı ildə böyük müharibələrə başlayacağının mesajı kimi də qiymətləndirilir bu hadisə. Demək istəyirəm ki, bu cür Maduro'nun əslində oğurlanması və Trump bunu belə nümayişkaranə bunu təqdim etməsi Trumpın daxili vəziyyətinin düzəlməsi üçündür. Öz Amerika daxili vəziyyəti deməli düzəltməyə cəhd eləyir. İnsanlara bu cür davranışlarla özünü, öz problemlərini, öz gündəmini biraz arxaya çəkmək istəyir. Biz Cəmil Həsənlinin çıxışının növbəti hissəsini dinləyək. Yolda Amerikanın təhlükəsizliyi üçün ciddi problem yaradanlardan biri də deməli Maduro idi. Baxın, cümləni açıq konkret deyir, siz də eşitdiniz, deyir, Amerikanın təhlükəsizliyi üçün ciddi problem yaradan Maduro idi. Deməli, əgər bir dövlətin müstəqil prezidenti, yəni seçilmiş prezidenti, əgər başqa bir dövlətə qarşı hər hansı bir, onun daha doğrusu maraqlarını təmin etmirsə, bu oğurlanmalıdır, öldürülməlidir. Bu beynəlxalq hüquq deyil. Biz birmənalı olaraq o zaman, daha doğrusu Cəmil Həsənli desin ki, beynəlxalq hüquq zaten bu belədir. Beynəlxalq hüquq yoxdur. Beynəlxalq hüquq elə məhz Amerikanın ortaya atdığı bir məsələdir. İstədiyi halda heç bir beynəlxalq hüquqa, BMT-nin heç bir qərarlarına qulaq asmadan, biz bunu 2003-cü ildə İraq məsələsində, Suriya məsələsində, Libiya, Əfqanistan və digər məsələlərdə, hadisələrdə biz onun açıq şahidi olduq ki, heç bir beynəlxalq hüququ nəzərə almadan Amerika Birləşmiş Ştatları istədiyini, öz maraqlarını təmin etdi və yaxud da Amerika Birləşmiş Ştatlarının təhlükəsizliyinə kimsə hardansa bir ziyan gələ bilərsə, ehtimalı varsa, dərhal onları zərərsizləşdirir və onları öldürür, cinayətlər törədir. Bu nə yanaşmadır? O zaman beynəlxalq hüququ nəyə lazımdır? Beynəlxalq Cəmil Həsənli deməkdən ki, Amerika Birləşmiş Ştatları beynəlxalq hüququ ayaqlar altına atır. Bunu deməkdənsə deyir ki, Maduro Amerika təhlükəsizliyi üçün demək təhlükə idi. O yüzdən Amerika Birləşmiş Ştatları Maduronu yaxşı elədi, qaçırtdı. Bax, bunun gətirdiyi argument bundan ibarətdir. Hələ bu vaxta qədər biz iki dənə əsas argument, deməli Cəmil Həsənlinin argumenti, birinci Azərbaycandan bağlı bəzi fikirləri səsləndirir. İkinci də Amerikanın maraqları təhlükədədir deyə Maduronun uğurlanmasını bu doğru hesab eləyir. Buyurun, və orada Rus silahı, Çin imtiyazları, silahı, biraz qabağa bu hissəni müzakirələrin gedişində bu hüquq pozmalardan zaten danışırlar, amma hüquq elə ilk növbədə Venezuelanın özündə pozulmuşdu da. Baxın, bunun danışığına deyir ki, güya Maduro'ya haqq kazandıranlar, daha doğrusu Amerika Birləşmiş Ştatlarını, burada söhbət Maduro'nu haqq kazandırmadan getmir. Söhbət Amerika Birləşmiş Ştatlarının barbar cinayətindən gedir. Amerika Birləşmiş Ştatlarının cinayətini haqq kazandırmaq üçün deyir ki, burada hüquqdan filan, hüququn kim pozub. Bu yanaşmanın mahiyyətini siz başa düşürsünüz. Bu Cəmil Həsənli kimi müdafiə edir və hansı gülünc argumentlərlə? Adam seçkiləri saxtalaşdırıb, legitimliyini itirib və legitim olmadığı da beynəlxalq birliklər tərəfindən təsdiq olunubdur.
Baxın, legitim olmamağı ilə bağlı beynəlxalq birliyi tərəfindən təsdiq olunub. Bu həmişə yalan məlumatlar tirajlayır. Mən bir neçə dəfə bunun şahidi olmuşam. Bu da növbəti bir deməli haldır ki, adam istəyir ki, cəmiyyətin fikrini dəyişdirsin və yalan məlumatlar verir. Maduro'nun beynəlxalq deməli qeyri-legitim prezident olduğu ilə bağlı heç bir yerdə heç bir qərar yoxdur. Bütün BMT-də üzv olan dövlətlərin demək olar ki, əksəriyyəti, bəlkə də 95-99% Maduro'nun Venezuelanın həqiqi prezidenti kimi qəbul edir. Deməli, sən əgər deyirsən ki, deməli bu Maduro beynəlxalq hüququ pozub, hüquq burada pozulub, o legitim deyil. Bunu nə əsasən deyirsən legitim deyil? Faktiki olaraq Venezuelanı dünya səviyyəsində prezident kimi Maduro təmsil edir və paralel ritorik sual da ünvanlamaq istəyirəm ki, əslində Haqa məhkəməsi uşaq qatili, işğalçı rejimin baş naziri Netanyahu haqqında həbs qərarı çıxardıb. Bu sözü sən bu vaxta qədər Netanyahunun haqqında bir cümlə demisənmi ki, Cəmil Həsənli, Netanyahu beynəlxalq cinayətkardır və o haqqında həbs qərarı çıxarılıb, deməli o həbs olunmalıdır. Beynəlxalq hüququ pozmaq elə məhz budur ki, BMT-nin, daha doğrusu Haqa məhkəməsinin, beynəlxalq məhkəmənin bir şəxs haqqında həbs qərarı çıxardıb, həmən şəxs Amerika gedir, orada böyük coşqu ilə qəbul edilir, yola salınır, heç demək gözün üstə qaşın var deyilmir. Amma heç bir beynəlxalq məhkəmədə heç bir haqqında heç bir qərar olmayan bir prezidentə qeyri-legitim deyir və gəlib gecə ilə uğurlayır. Bax, bu böyük bir paradoksdur. Bunu da Cəmil Həsənli, sən bu paradoksu necə izah edə bilərsən? Buyurun, davamını izləyək. Və bütün Avropa tərəfindən, ən azından Qərbi Avropa, Birləşmiş Ştatlar və Latin Amerikası ölkələrinin bir çoxu tərəfindən, böyük çoxluğu tərəfindən onun qeyri-legitimliyi təsdiq olunmuşdur. Baxın, yalanın miqyasını o qədər böyük deyir ki, əvvəla bir neçə dəqiqə əvvəl səsləndirdi ki, Rusiya Latin Amerikasında Amerika Birləşmiş Ştatlarına qarşı silahlı ordu yaratmaq istəyirdi və buna da əsasən rəhbərlik eləyirdi. Maduro və Venezuelada bu mərkəzləşirdi. İndi isə deyir ki, Latin Amerika ölkələrinin böyük əksəriyyəti Maduro'nu prezident kimi, legitim prezident kimi qəbul etmirdi. Baxın, bu da bir növbəti paradoks. Öz 5 dəqiqəlik çıxışında 2 dənə fərqli siyasi fikir səsləndirir. Ya deyir ki, Maduro deməli prezident kimi qəbul edilmirdi, ya da deyir ki, Amerika əleyhinə silahlı orduya əsasən rəhbərliyi Maduro eləyir. Əgər qəbul etmirdilərsə, Cənubi Amerika dövlətləri onun ətrafında necə birləşib Amerikaya qarşı silahlı deməli qrup yaradırdı? Bu dediklərindən ya ikisi də yalandı, ya da biri yalandı. Sən indi özün seç, hansı yalandır? Və ona görə də əlbəttə indi tez-tez belə sosial mediada suallar gedir ki, belə bir şey, nə bilim, Azərbaycanda da baş verə bilərmi? Əlbəttə, hələ ki belə bir şeyin Azərbaycanda baş verəcəyin düşünmək doğru olmazdı. Ancaq sadəcə olaraq diktatorlar öz aktiv, fəal bir qardaşlarını itirdilər. Bu baxımdan bu diktatorlar üçün elə də yaxşı bir şey vəd etmir və onlar üçün doğrudan da ağır itkidir. Baxın, əziz izləyicilər, burada yenə də ciddi bir mövzuya toxunur. Azərbaycanda bu hal baş verə bilərmi? Əlbəttə ki, bu deyir, verə bilməz, biraz onu başqa istiqamətə yönləndirir. Mən də hesab edirəm ki, Azərbaycanda belə bir hal baş verməyəcək. Ona görə ki, bu halı, bu cür cinayət, barbar davranışı, cəngəllik qaydalarına əməl eləmək
ancaq Amerika Birləşmiş Ştatlarının əlindən gəlir. Dünyada ikinci bir ölkə təqdim edə bilməzsiniz ki, bu cür beynəlxalq hüquqları ayaqlar altına atsın və heç nəyə vecinə almasın. Amerika Birləşmiş Ştatları da bu məsələni, yəni bu cür barbarlıq, cinayət davranışlarını əsasən iki əsas üzərində deməli davam elətdirir. Birinci əsas ondan ibarətdir ki, öz maraqlarını güya təmin eləmək, öz təhlükəsizliyini təhdid altına düşərsə belə bir addım atılır ki, bu Azərbaycan tərəfindən mümkün deyil. İkincisi də İsrailə münasibət məsələsində. Fələstin-İsrail məsələsi Amerika üçün qırmızı xəttdir və indi biz Cəmil Həsənlinin də çıxışının sonlarında bu məsələyə toxunacaq. İran məsələsi, İrana dəstək, İrana münasibət Amerika üçün xarici siyasətində qırmızı xəttdir. İkinci məsələ də İsrailə münasibət məsələsində. Biz bu barədə də bir neçə gün əvvəl bu məsələni təhlil etmişik. Yenə də baxmaq istəyənlər bizim YouTube kanalda izləyə bilərlər. Bunların heç biri Azərbaycan hakimiyyəti tərəfindən izlənilmir. Yəni İranla münasibət ortadadır. Azərbaycan hakimiyyəti İran-Azərbaycan münasibətlərini düşmənçilik vəziyyətinə gətirib çıxardıb. Ciddi gərginlikdir. İllərdir bu gərginlik davam edir ki, bu da Amerikanın, Qərbin, İsrailin istəyi əsasında baş verir. İkinci məsələdə yenə də Fələstin-İsrail məsələsində Azərbaycan İsrailin tərəfindədir və bir neçə gün bundan əvvəl İlham Əliyev bunu açıq şəkildə də etiraf elədi. Bu mövzuya görə də biz tam əminliklə deyirik ki, Azərbaycanda belə hal baş verə bilməz. Buyurun, davam eləyək. İranla sıx əlaqələri var idi. Məsələn, Kubanın neftə olan... Baxın, görürsünüz, Maduro'nun uğurlanmasını deyir ki, İranla sıx əlaqəsi vardır. Deməli, bugün İranla sıx əlaqəsi olan istənilən prezidenti Amerika böyük, deməli, dünya iqtisadiyyatını öz əlində cəmləşdirməyə çalışıb, böyük hegemonluq imperiyası qurub. Kim İrana qarşı, deməli, münasibəti yaxşıdırsa, o uğurlanmalıdır, öldürülməlidir, həbs olunmalıdır, işgəncələrə məruz qalmalıdır. Cəmil Həsənlinin, bax, məntiqi budur. Bəs orada, harada qaldı bəs hüquq? Bəs sən deyirdin, Azərbaycanda biz hüquqi dövlət qurmaq istəyirik, biz hüquqi tərəfdarıyıq. Ən azı sən müxalifət düşərgəsindəsən. Sən ən azı hüquq dili ilə danışmalısan, insanların haqları dili ilə danışmalısan, ədalət mövqeyini qoymalısan ortaya. Amma sən açıq-açığına, açıq tezislə deyirsən ki, Maduro İranla münasibəti yaxşı olduğuna görə o adam uğurlanmalıdır. Bu nə düşüncədir? Bu barbarlığı siz hardan öyrənirsiniz? Nəyin qarşılığında bu cür barbar düşüncələrlə siz düşüncələri cəmiyyətə tirajləyirsiniz? Olan ehtiyacının 40%-in Venezuela təmin edirdi. Yaxud da ki, Çin Xalq Respublikasının neftə olan ehtiyacının böyük hissəsini onlar... Baxın, görürsünüz, Kuba neft verir. Əlbəttə ki, Venezuela neft ehtiyatlarına görə ön sırada olan ölkələrdən biridir. Kubaya neft verir, Çinə neft satır. Deməli, bu belə düşünür ki, bütün neft məsələlərindən hamısına Amerika Birləşmiş Ştatları nəzarət eləməlidir. Amerika bazarlarında neftlər hamısı ora axmalıdır və Amerika Birləşmiş Ştatları o xalqların neftlərini somurmalıdır. Deməli, Maduro Venezuela neftini istədiyi formada Kubaya və yaxud da digər Cənubi Latin Amerikası ölkələrinə və yaxud da Çinə satdığı üçün Amerikanın xoşuna gəlməyib deyə onu uğurlayıb, yaxşı eləyib. Bunu Cəmil Həsənlinin, bax, məntiqi bundan ibarətdir. İndi siz özünüz dəyərləndirin. Əlbəttə ki, dəyərləndirmə sizin ixtiyarınızdadır. Siz özünüz dəyərləndirin. Belə bir insanın haqqı çatırmı çıxsın Azərbaycan xalqının qarşısına və desin ki, ay Azərbaycan xalqı, məni prezident seçin, mən müxalif liderəm, mən prezident olacağam və mən sizi ağ günə çıxardacağam. Bunun bu cür ziddiyyətli davranışları xalqın başına corab hörməkdən başqa nədir? Siz özünüz dəyərləndirin, qiymətləndirin. Buyurun, təqribən 1 dəqiqə qalıb onun çıxışından, onu da dinləyək və videonu yekunlaşdıraq. Ödəyirdi. İndi bu neft amilinin zadını salıblar ortaya ki, bu neftə görə oldu, nə bilim, o birisi, bu birisi. Amma faktlığında qalır ki, adam natəmiz işlərlə məşğul idi da. Adam doğrudan da təhlükə mənbəyinə çevrilmişdi və hələ ki, mövcud Venezuela hökuməti fəaliyyətdədir. Yəni, elə o Maduro'nun rəhbərlik etdiyi hökumət hələ ki görəvdədir. Bir Maduro'nun özü və həyat yoldaşı yoxdur. Hər halda
bir diktatorun getməsi beynəlxalq aləmdə mütərəqqi bir hadisə kimi qəbul edilməlidir. Əziz izləyicilər, baxın, əvvəla Maduro təhlükəli bir subyektə çevrilmişdi, ifadəsini işlədir. Nə qədər təhlükəli olsa da dünyada baş verən, daha doğrusu cinayətlər törədən ölkə başçıları var və onlardan da birincisi elə Netanyahu'dur. Netanyahu təqribən bir il ərzində 60 mindən çox günahsız insan və onun da böyük əksəriyyəti uşaqlar, qadınlar, qocalar olmaqla Fələstində, Qəzzada qətlə yetirdi. Və Qəzzanı demək olar ki, xarabalığa çevirdi. Bundan böyük cinayət yer üzərində bəlkə də çox nadir hallarda baş verir. Belə bir deməli halı, yəni Benyamin Netanyahunu cinayətkar, təhlükəli hesab etməyən Cəmil Həsənli Maduranı, neftini Amerikaya yox, öz dövlət maraqlarına görə satdığına görə, Amerikanın maraqlarını təmin etmədiyinə görə, İranla yaxın münasibətdə olduğuna görə və sair səbəblər gətirir və bu deyir, hə, bu təhlükəli bir adama çevrilmişdi, təhlükəli idi. Cəmil Həsənlinin düşüncəsinə görə nefti əgər Amerika Birləşmiş Ştatlarına satmırsa və yaxud da onun diktəsi ilə neft satılmırsa, İranla münasibətlər yaxşıdırsa, deməli o adam təhlükəlidir. Bu Cəmil Həsənlinin düşüncəsidir. Bundan əlavə özünüz də eşitdiniz, Cəmil Həsənli deyir ki, bu da bir real məsələdir. Maduro administrasiyası iş başındadır və oradan bircə Maduro və onun həyat yoldaşı oğurlanıb, onlar uzaqlaşdırır. Deməli, Maduro bir ölkənin başçısıdır və o əgər ölkədə hər hansı bir problem yaradıbsa, yaratmaz idarəçiliyi həyata keçirdibsə, onun səbəbkarı təkcə özü deyil, həm də onun komandasıdır. Necə ola bilər ki, deməli, bir ölkəni yaratmaz siyasət nəticəsində batıran bir administrasiyanın rəhbəri Amerika Birləşmiş Ştatları uğurlayır, aparır öz ölkəsinə, onu həyasızcasına alçaldaraq cəmaatın küçələrə çıxardır, alçaldır, həyat yoldaşını fiziki zorakılıq göstərir və bunu nümayişkarana dünyaya da göstərir. Mən həmən o həyat yoldaşının gözünün altı qaralıb, ondan sonra sifəti şişib, həmən vəziyyətdə görəndə şəklini paylaşıblar. Tofiq Yaqublu mənim yadıma düşdü. Tofiq Yaqublunu o formaya salmışlar, gözbaşı şişmişdi Azərbaycan hakimiyyəti. Tofiq Yaqublunu o vəziyyətə salanda Azərbaycan hakimiyyəti haqsız olur, beynəlxalq qanunları, daxili hüquq və azadlıqları pozur. Amma Maduro'nun həyat yoldaşını o hala salan Amerika Birləşmiş Ştatları haqq eləyir. Bu nə yanaşmadır? Bunu kim izah eləyə bilər? Cəmil Həsənli, sən bunu hansı ağılla sən bunu bu cür adı da professor qoymusan, bu cür tezislər səsləndirirsən və bu hadisəni bu cür əsaslandırırsan və əgər dediyim kimi administrasiya ölkəni idarə edə bilmirsə, bu vəziyyətə salıbsa, sən dediyin kimi diktatura bir mühiti yaradıbsa, o zaman niyə görə Maduro'nun administrasiyası hamısı yerindədir, işləyir, təkcə Maduro uzaqlaşdırılıb? Bəli, orada məlum olur ki, əlbəttə ki, görünür Venezuela deməli hökumətində Amerika Birləşmiş Ştatlarının maraqlarına zid gələn, İranla münasibət quran, haqqın tərəfində olan bir dənə Maduro idi. Digərləri xəyanət nəticəsində deməli Maduro'nu Amerika Birləşmiş Ştatlarına təhvil verdi. Bunun başqa cür izahı yoxdur. Əziz izləyicilər, çox təəssüflər olsun ki, bu cür insanlar, Cəmil Həsənli və onun komandasında olan əksəriyyət bu düşüncədədirlər. Bunlar Amerika Birləşmiş Ştatlarının adı harda varsa, onu müdafiə edirlər. Düz etdi, etmədi, haqqı pozdu, beynəlxalq hüququ tapdaladı. Bunlar üçün qətiyyən əhəmiyyəti yoxdur. Bunlar çalışdırırlar ki, deməli, bacardıqları qədər Amerika Birləşmiş Ştatlarını bütün nöqtələrdə, bütün sahələrdə haqq qazandırsınlar və Amerika Birləşmiş Ştatlarını və xüsusən dünyada əxlaqsız bir şəxs olan və bütün əxlaqsızlığı dünyaya məşhur olan Donald Trump'ın elədiyi cinayət əməllərinə Cəmil Həsənli haqq qazandırmaq istəyir. Belə bir deməli şəxsin Azərbaycanda müxalifət adından danışıb, xalqın adından danışmağa nə qədər ləyaqəti çatır, nə qədər haqqı çatır, ona artıq siz qərar verəcəksiniz. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.